Salam. Bugün seninle birlikte çok xüsusi bir mənbəyə baxırıq. Qurban Səidin o məşhur Əli və Nino romanını. Salam. Bəli, çox maraqlı bir seçimdir. Əlimizdəki mənbə, deməli, romanın 2006-cı ildə Bakıda Şərq-Qərb nəşriyyatında çıxmış Azərbaycan dilindəki nəşridir. Hissələr oradandır. O nəşri xatırlayıram. Prezidentin sərəncamı ilə olmuşdu. Latın qrafikasında kütləvi nəşrlər layihəsi çərçivəsində kitabxanalara hədiyyə edilmişdi. Düzdür. Və ilk baxışda bu elə bil ki, sadə bir sevgi hekayəsidir. 1918-1920-ci illər, Bakı, çox qarışıq dövr. Bəli, Azərbaycanlı müsəlman oğlan Əlixan Şirvanşir. Və Gürcü xristiyan qızı Nino Kipiani. Amma mənbələri oxuduqca başa düşürsən ki, bu heç də hamısı deyil. Daha dərin məsələlər var, elə deyilmi? Tamamilə haqlısan. O sevgi hekayəsi əslində sadəcə bir qabıqdır. İçəridə, yəni iki fərqli dünya var. Şərq ilə Qərb, Asiya ilə Avropa, hətta İslamla xristiyanlıq. Obrazlar bunları təmsil edir. Onların bir-birinə cazibəsi var, amma toqquşması da var. Bir-birini anlamağa çalışırlar. Deməli, sadəcə məhəbbət dastanı deyil. Qətiyyən. Bu, həm də, necə deyim, bir imperiyanın çöküşüdür. Sonra o qısa ömürlü müstəqillik dövrü, AXC-nin yaranması, sonra suqutu. Bütün bunların fonunda kimlik axtarışı, vətən sevgisi, mədəni dillənmalar, tarixi burulğanlar çox qatlıdır. Mənbəyin ön sözündə də deyilir axı, bir eşq macərası əsasında tariximizin 1918-1920-ci illərinin qaranlıq səhifələrini işıqlandıran bir roman. Bəli, çox dəqiq ifadədir. Bizim də məqsədimiz elə budur. Bu nəşrdəki hissələrdən ən vacib, ən düşündürücü, bəlkə də gözləmədiyin məqamları sənin üçün üzə çıxarmaq. Gəl, başlayaq bu zəngin dünyanın qatlarını açmağa. Onda gəl, əsas qəhrəmanlardan başlayaq. Əlixan Şirvanşir. Kimdir o? Mənbədə deyilir ki, Bakıdakı Rus İmperator Humanist Gimnaziyasının şagirdidir, yuxarı sinifdə oxuyur. O vaxt 12 müsəlman şagird olub orada, biri də Əli. Bəli. Amma onun özünü təqdimatı çox vacibdir. Deyir axı, üzüm Avropaya baxır, amma qəlbim Aziyaya, sərhaya bağlıdır. Bax elə bu. Bu daxili ziddiyyət məncə bütün romanın açarıdır. Çox dəqiq müşahidədir. Əlinin bütün cazibəsi də, dramı da elə bu ikiləşmədədir. Avropa tipli təhsil alır, rusca danışır, amma özünü şərqin bir parçası hiss edir. Köklərinə bağlıdır. Mətnlərdə bu çox aydın görünür, hə? Məsələn, o məktəbdəki mübahisə. Əlbəttə. O coğrafiya dərsi epizodu yaddan çıxmaz. Müəllim deyir, Aziya geri qalıb, Avropa inkişaf edib. Əli necə qətiyyətlə etiraz edir? Bizim qəlbimiz Avropaya yox, Aziyaya meyl edir, deyir. Ya da biz Aziyada qalmaq istəyirik. Bu təkcə coğrafiya deyil, dərin bir bağlılıqdır. Bəli, mənəvi bağlılıqdır. Özünü səhra adamı adlandırır. Bu, onun kimliyinin, necə deyim, təməlidir. Bəs Nino Kipiani. O isə sanki tam əks qütbdür. Gürcü knyaz qızı, xristiyan, Tiflisdə böyüyüb, amma Bakıda yaşayır. Tamamilə fərqli bir dünya. Mətnlərdə onun zərifliyi, gözəlliyi təsvir edilir. Avropa modasına uyğun geyinir. Hətta, deyəsən, Paris həsrəti var idi onda. Var idi, bəli, böyük bir Paris həsrəti. Əli üçün o, dünyanın ən qəşəng qızıdır, amma dünyaları həqiqətən çox fərqlidir. Nino obrazı elə bil qərbi təmsil edir, Avropa mədəniyyətini, həyat tərzini. İncəsənətə marağı, teatr, bal gecələri. Bəli, Parisdə yaşamaq arzusu. Onların sevgisi də elə bu iki dünyanın kəsişməsidir. Əlinin o ənənəvi Asiyaya bağlı dünyası ilə Nino'nun müasir Avropaya can atan dünyasının həm toqquşması, həm də bir-birinə qovuşmaq cəhdidir. Diyaloqlarında bu hiss olunur yəqin ki. Çox canlı şəkildə, məsələn, gələcəkdə ev qurmaqdan danışırlar. Əli şərq üslubunda istəyir, Nino Avropa üslubunda. Fərqliliklər bax belə kiçik detallarda belə üzə çıxır. Qadına münasibət, evlilik. O da var. Əli deyəndə ki, şərqdə kişi evlənəndə qızın üzünü görmür, Nino necə kəskin etiraz edir. Amma maraqlısı odur ki, bu qədər fərqə baxmayaraq aralarında çox dərin bir sevgi var. Bu da görünür. Bu iki fərqli dünyanın toqquşduğu məkan da çox maraqlıdır da. 1918-1920-ci illər Bakısı, mənbələr necə təsvir edir o şəhəri? Neftlə zənginləşən, kosmopolit, amma həm də çox ziddiyyətli. Çox doğru. Mətnlərdə Bakı sadəcə bir fon deyil, demək olar ki, özü bir obrazdır, canlıdır.
Bir yanda o neft milyonçularının tikdirdiyi Avropa memarlığı üslubunda binalar, teatrlar, klublar, bahalı mağazalar, Rus gimnaziyası, yəni Qərbin təsiri hər yerdədir. Digər yanda da içəri şəhər. Bəli, içəri şəhər, qala divarları içindəki o qədim şəhər, dar küçələr, məscidlər, kərvansaralar, tamamilə şərq, ənənəvi həyat tərzi. Əlinin ailəsi də elə o mühitdə yaşayır. Bu iki dünya şəhərin küçələrində, insanların həyatında iç-içədir. Neft amili də yəqin ki, vacibdir. Çox vacibdir. Bibi Heybətdəki o neft burğuları. Şəhərin bütün iqtisadiyyatı, sosial quruluşu onun üstündə qurulub. Və təbii ki, siyasi fon, Rusiya imperiyasının çöküşü, o qarmaqarışıqlıq dövrü, müxtəlif millətlər, bu gərginlik hiss olunur mətnlərdə. Əlbəttə, romanın vaxtı 1918-1920 çox təlatümlü bir dövrdür. İmperiya dağılıb, boşluq yaranıb. Birinci Dünya müharibəsinin təsirləri hələ də var. Müxtəlif siyasi qüvvələr mübarizə aparır. Bütün bunlar Bakının atmosferindədir. Şəhərdə çox millətli olub o vaxt. Bəli, Azərbaycanlılar, Ruslar, Ermənilər, Gürcülər, Polyaklar, Almanlar, başqaları hamısı bir yerdə yaşayır və mətnlərdə bu qruplar arasındakı münasibətlər, bəzən o gərginliklər də əksini tapır. Elə gimnaziyadakı şagirdlərə baxaq, erməni Məlik Naxararyan, Azərbaycanlı Məhəmməd Heydər, Gürcü Nino, Polyak İlyas bəy. Bu mənzərəni tamamlayır. Tamamilə. İnqilab təhlükəsi var. Sonra o qanlı mart hadisələrinin xatirəsi. Sonra AHC qurulur, bir ümid yaranır. Amma eyni zamanda da şimaldan bolşevik təhlükəsi yaxınlaşır. Bütün bu tarixi hadisələr birbaşa təsir edir qəhrəmanların taleyinə. Bu şərq-qərb dilemması barədə biraz da danışaq. Deyəsən, bu təkcə Əlli ilə Ninonun şəxsi seçimi deyil, daha geniş mövzudur. Məsələn, başqa obrazlar bunu necə əks etdirir? Əlinin atası, Ninonun ailəsi. Onlar arasında bir qarşıdurma var. Qarşıdurma deməzdim, amma fərqli baxışlar var. Yenə o gimnaziyadakı coğrafiya dərsini yada salaq, bu təkcə Əli ilə müəllimin mübahisəsi deyil. Bu, əslində o dövrün ziyalıları arasında gedən əsas müzakirənin əksidir. Azərbaycan hansı yolu seçməlidir? Avropaya getməli, yoxsa öz şərq kimliyini qorumalı? Əlinin atası daha çox ənənəvi tərəfdədir yəqin. Bəli, Şirvanşir xan daha çox ənənəvi şərq dəyərlərinə sadiqdir. Həyat tərzi, düşüncələri bunu göstərir. Ninonun ailəsi, Kipyanillar isə əksinə daha avropalaşmış gürcüzadəganlarıdır. Onların evindəki atmosfer, qonaqlıqlar bunu əks etdirir. Amma birbaşa toqquşmurlar. Sadəcə fərqli dünyaları təmsil edirlər. Başqa obrazlar da var yəqin bu mövzuda. Var, əlbəttə. Məsələn, Seyid Mustafa. O, İslamın mənəvi dərinliyini, şərq müdrikliyini təmsil edir. Əli ilə onun din, adət, ənənə, sevgi haqqında söhbətləri çox maraqlıdır. Şərq dünya görüşünün fərqli bir tərəfini göstərir. Bu çoxqatlılıq əsəri daha da dəyərli edir. İran səfəri. Məncə bu şərq-qərb mövzusunu lap dərinləşdirir. Məlik Nahararyanı öldürəndən sonra Əli ilə Nino İrana qaçır axı. Dəli, qaçmalı olurlar. Tehranda, başqa şəhərlərdə gördükləri, xüsusilə qadınların vəziyyəti, o hərəm həyatı, bu onlar üçün necə təcrübə olur? İran səhnələri həqiqətən o mədəni fərqlilikləri və gərginliyi zirvəyə çatdırır. Nino üçün İran, xüsusilə Tehranda əmsinin evində qaldıqları vaxt əsl şokdur. Çaldıralı qadınlar, təcrid olunma. Bəli, onların ictimai həyatdan kənarda qalması, kişilərin çox arvadlılığı, yəni o hərəm sistemi, Nino bunları dəhşətlə qarşılayır. Mətnlərdə onun özünü qızıl qəfəsdə hiss etməsi, Paris üçün, Avropa azadlığı üçün darıxması çox təsirli verilib. Bəs Əli? Əli bəzi adətləri, məsələn, qadınların o həddən artıq təcridini tam qəbul etmir. Amma ümumilikdə özünü o mühitdə daha rahat hiss edir. Daha doğma, Fars mədəniyyətinə, tarixinə hörmətlə yanaşır. Bu səfər onların arasındakı o mədəni uçurumu çox kəskin göstərir. Amma eyni zamanda bu çətinliklərə baxmayaraq sevgilərinin nə qədər güclü olduğunu da göstərir. Nino Əli üçün dözür o yad dünyaya, Əli də Ninonun narahatlığını başa düşür. Gələk hadisələrin gedişatına, roman təkcə fəlsəfi müstəvidə dalmır. Çox dinamik sujeti var. Məlik Nahararyanın Ninonu qaçırması və Əlinin onu öldürməsi. Bu əsas dönüş nöqtəsidir yəqin.
Bəli, əsas nöqtələrdən biridir və bu hadisə sadəcə qısqanclıq və ya namus məsələsi də deyil, həm də o dövrün mürəkkəb milli münasibətlərinin bir əksidir. Naxararyanın erməli olması bu işə əlavə bir gərginlik qatır. Ən əsası onların həyatını dəyişir. Zandakı o həyatının təsviri də maraqlıdır. Dağlıların mərdliyi, qonaqpərvərliyi, amma həm də sərt qanunları. Sonra təhlükəsizlik üçün İrana gedirlər. Bütün bu sərgərdanlıq onların sevgisini daha da gücləndirir. Və nəhayət qayıdırlar Azərbaycana. Bu artıq AXC dövrüdür, eləmi? Müstəqillik dövrü necə təsvir olunur mənbələrdə? Bəli, 1918-də AXC elan olunandan sonra Bakıya qayıdırlar. Və mətnlərdə bu dövr, necə deyim, böyük bir ruh yüksəkliyi ilə təsvir edilir. Ümid, qürur hissi. Milli bayraq dalğalanır, parlament işləyir. Bəli, yeni hökumət qurulur, Bakıda siyasi, mədəni həyat canlanır. Bütün bunlar romanda var. Əli özü də bu işlərdə iştirak edir, Xarici İşlər Nazirliyində işə başlayır. Onun dostları İlyas bəy, Məhəmməd Heydərlə söhbətləri var. O dövrün siyasi müzakirələri, Avropa ilə əlaqə qurmaq cəhdləri, Versal konfransı məsələləri. Amma eyni zamanda da o təhlükə hissi. Bəli, şimaldan gələn bolşevik təhlükəsi ilə bağlı narahatlıqlar da əks olunur. Bu hissələr romanın tarixi tərəfini gücləndirir. Amma bu ümid dövrü çox qısa keçir. Romanın sonu çox faciəlidir. Bolşeviklərin 10-cu Qırmızı Ordusunun hücumu Gəncədəki döyüşlər. Bəli, təəssüf ki. AXC-nin ömrü cəmi 23 ay oldu. 1920-ci il aprelində bolşevik ordusu Azərbaycanı işğal edir. Romanın son səhifələri də elə Gəncənin müdafiəsi uğrunda gedən döyüşləri göstərir. Əlixan da orada vuruşur. Bəli, vətənini müdafiə etmək üçün döyüşlərə qatılır və qəhrəmancasına həlak olur. Gəncə körpüsü yaxınlığında pulemyot arxasında onun son anları çox təsirli verilib. Bu təkcə Əlinin şəxsi faciəsi deyil, bu həm də bir millətin müstəqilliyi arzusunun qanla boğulmasıdır. O, şərqlə qərbi birləşdirmək istəyən idealın simvolik sonluğudur. Bəs Nino qızının taleyi necə olur? Bax, roman bunu açıq demir, bu da əsərə əlavə bir qeyri-müəyyənlik, bir kədər qatır. Sonda sadəcə deyilir ki, Əlinin dostu İlyas bəy onları xilas edir, Ninonu və qızını. Bakının Binəqədi kəndindən Zeynal ağanın oğlu ilə birlikdə. Sonra nə olduğu bilinmir. Ümumi ehtimal odur ki, onlar Avropaya gedirlər, bəlkə də elə Ninonun arzuladığı Parisə, amma bu oxucunun təxəyyülünə buraxılır. Bir məsələ də var ki, ona toxunmaq lazımdır. Mənbənin ön sözündə də qeyd olunur. Bu məşhur romanın müəllifi Qurban Səid əslində kimdir? Müxtəlif fikirlər var. Hətta Yusif Vəzir Çəmənzəminlinin adı çəkilir. Bu haqda nə deyə bilərik? Bu, həqiqətən də ədəbiyyat tarixinin çox maraqlı sirlərindən biridir. İllərdir müzakirə olunur. Mənbədə də deyildiyi kimi, əsər ilk dəfə 1937-də Viyanada Almanca çap olunub. Müəllifdə Qurban Səid göstərilib. Amma bu təxəllüsün arxasında kim var, dəqiq bilinmir. Versiyalar çoxdur. Çoxdur. Bəziləri deyir Avropaya mühacirət etmiş, Azərbaycanlıdır. Bəziləri deyir Yahudi əsilli Lev Nusimbaumdur, yəni Əsəd bəy. Bir qism də israr edir ki, məhz Yusif Vəzir Çəmənzəminlidir. Hər versiyanın da öz argumentləri var. Amma ön sözdə də deyildiyi kimi, bu nəşrin məqsədi bu mübahisəyə son qoymaq deyil. Əsas olan əsərin özüdür. Tamamilə. Kim yazmasından asılı olmayaraq, Əli və Nino dünya ədəbiyyatının dəyərli bir nümunəsidir. Azərbaycanı, onun tarixini, mədəniyyətini dünyaya tanıdan çox vacib bir əsərdir. O müəlliflik müəmması isə, necə deyim, əsərə əlavə bir intriqa qatır sadəcə. Beləliklə, bu mənbənin bizə verdiyi hissələrə baxdıq və gördük ki, Ali və Nino həqiqətən də sadəcə bir sevgi hekayəsi deyil. Çox-çox dərindir. Şübhəsiz, bu eyni zamanda bir imperiyanın süqutudur, bir millətin oyanışıdır. Qısa müddətli azadlıq, sonra onun itirilməsi. Epik bir dastandır. Şərqlə qərbin o əbədi dialoqu cazibəsi toqquşması. Kimlik axtarışı, vətən anlayışı, fədakarlıq, mədəniyyətlər arası anlaşma və ya anlaşılmazlıq. Bütün bu universal mövzular var. Və o dövrün Bakısı sanki səni ora aparır. Bəli, birbaşa 20-ci əsrin əvvəllərinin o təlatümlü, ziddiyyətli, amma çox canlı Bakısına aparır. O insanların ruhunu, arzularını, qorxularını, dilemmalarını hiss etdirir. Ümid edirik ki,
Bu mənbələr əsasında apardığımız söhbət sənin üçün də maraqlı oldu. Əli və Nino dünyasına bəlkə biraz fərqli baxmağa kömək etdi. Bəs bütün bunlardan sonra səndə ən çox nə qaldı? Hansı fikir, hansı hiss? Və sonda sənin üçün də bir sual qoyaq ortaya, üzərində düşünməyə dəyər. Bax, təxminən bir əsr əvvəl Əli ilə Ninonun yaşadıkları o mədəniyyətlər arasındakı uçurum, siyasi fırtınalar içində öz kimliklərini, sevgilərini qorumaq mübarizəsi. Bu günümüzün o sürətlə qloballaşan dünyasında fərqli mədəniyyətlərin, dəyərlərin, siyasi maraqların bəlkə də daha kəskin toqquşduğu bir zamanda fərdlərin, hətta bütöv cəmiyyətlərin üzləşdiyi çətinliklərlə nə qədər səsləşir? Maraqlı sualdır. Şərq və Qərb, ənənə və müasirlik, bu dialoq ya da bəzən gərginlik bugün də aktual deyilmi? Keçmişin bu hekayəsi bizim indimizə hansı güzgünü tutur əslində?